sarı toyuq məhsulları işləmək üçün, yox, toyuq məhsulları, quş, ov quşları və yaxud toyuq məhsulları. Yaşılda tərəvəz doğraya bilərsiniz, meyvə doğraya bilərsiniz. Korичnevli taskalar var, görürsünüz, onlar pişmiş ət məhsulları üçündür, bir də çörək zat doğramaq üçündür. Göy daskada dəniz məhsulları üçündür. Ağdakı ağartı məhsulları, yəni pendirlər zat bu formada şeylər üçündür. Taxta daskalarda da çörək doğramaq olur. Taxtada da olar, bambukda da olar. Amma taxta daskada belə məsəl üçün deyim ət doğrayaq, nəsə doğrayaq, daimi istifadə eləyə, onun aralarına dolur. Mikrop yığır. Bu daskalara da dolur. Prosta bunları vaxtında belə deyək, həm xlora qoyulur. Yəni dərmanlar var da belə deyək. Loru dildə deyəndə xlora qoyulur dillərdə. Dərmanları ilə olunur. Bir də ki üstün yüngül rəndələnir bunların. Ki hamar olsun, düzəlsin. Biz limon 2 saxıya da qoyuruq. Hə, yəni qoya bilərsiniz. Bir gün qoyursunuz, bir günə bəs eləyir o.